Bəzi insanların sərvəti digərlərindən daha çoxdur. Bəziləri ağızlarında gümüş qaşıqla dolur. Bəzilərinin isə həyatda demək olar heç şansı olmur. Bir çox sol liberal, sosialist və başqaları kimi John Rawls da bunun ədalətli olub-olmadığını sorğulamışdı. Harvard professoru olan Rawls sağlığında ABŞ-ın, tarixdə isə indiyə qədər yaşamış ən zəngin insanlardan biri idi. Ancaq Rawls'un dediyi kimi bu zənginlik əsasən yaxşı bəxtdən qaynaqlanırdı. Belə ki, Rawls doğuşdan intellektual baxımdan istedadlı idi. Onun yüksək intellekt, yaradıcılıq və vicdanlılığa genetik meyli vardı. O intellektual istedadını inkişaf etdirən, onu həyatda uğurlu olmağa sövq edən, onu özəl hazırlıq məktəbində və Princetonda oxumağa pulu yetən zəngin ailədə anadan olmuşdu. Əgər Rawls daha pis genlərlə doğulsaydı, valideynlərinin insan kapitalı və ya pulu az olsaydı, çox güman uğur qazana bilməzdi. Lakin Rawls deyərdi ki, o bu yaxşı taleyə layiq olmaq üçün heç bir iş görməyib. Biz doğulmamışdan əvvəl